Bizim ən böyük səhvimiz özümüzü hələ də insan hesab etməyimizdir. Halbuki biz çoxdan o dairənin kənarındayıq. Sevgidən, mənəviyyatdan, hətta ədəbiyyatdan, insanı insan edən o nəcib duyğuların hamısından da bizə pay düşməyib. Həyatın bütün gözəllikləri, nemətləri yalnız o varlıqlandırılan kəslər üçündür. Hətta sistemin qaydaları, hətta Allahın buyruqları belə. Mən demirəm ki, kasıb adam Allahın əmrindən kənardadır ya da qanuna tabi olmamalıdır. Mən deyirəm ki, istər dünyəvi, istərsə də ilahi qanunların insan üzərində bir haqqı, bir legitimliyi olması üçün o qanuna tabi olanın da bir insan şəraiti olmalıdır. İnsan ona verilən şəraitin dərəcəsinə görə boyun əyməlidir. Əgər bir sistem sənə yaşamaq üçün ehtiyaclarını vermirsə, səni səfalətin dibinə itələyirsə, onda halından məmnun olanlar üçün kəsilən hökmlər sənin üçün keçərli deyil. Sən qaydalara boyun əyməyə görə məsulsansa, o qaydaları qoyanlar da sənin yaşamın üçün məsuldur. Ehtiyacın ödənilməyən yerdə itaət, ləyaqət deyil, sadəcə bir qul zənciridir. Allahın ədaləti hər kəsi öz tutumuna görə sorğu-sual etməkdir. Yəni acından ölən adama niyə xeyriyyəçi olmadın deyə soruşmazlar. Çünki Allah bilir ki, məsuliyyət imkanın həddi qədərdir. Lakin yer üzündəki dövlətlər insanı dar qəfəslərə sıxır, sinifli fərqləri görməzdən gəlib, sürünənlər sinifini də halından məmnun olanlarla eyni tərəziyə qoyurlar. Bu bərabərlik deyil, bu həyatın bərbad edilməsidir. Naz-nemət içində üzənlər hər cür fürsətdən yararlandıqları üçün əlbəttə hər əmrə müntəzir olmağa məhkumdular. Bəs biz nə görmüşük ki, nə yaşamışıq ki, hələ bir yerdə də göydə də mühakiməmiz olsun. İnsan sahib olduğu nemət qədər məsuldur. Kimsə mənə əziyyət çək, sən də qazan deyəndə ona tək cavabım, kəs səsini, məlun oyunun qaydaları yalnız meydanda olanlara aiddir. Əgər kapitalist mülkədarlar mənim qazanmaq şansımı əlimdən alıblarsa, mənim üçün heç bir əzm və səbir yolu da yoxdur. Dünya onda elə qaydasız döyüş meydanı kimidir. Halbuki dünyanın əsl düsturu sinifsiz olmaqdır. Zəhmət və səbir yolun yarısıdır. Əsas olan hər bir insanın imkanlarının qorunmasıdır ki, o məqam çatanda əlini atıb götürməyə bir şeyin olsun. Əks halda imkanla kompensasiya olunmayan hər bir qayda bizim kimi əzilənlər üçün sadəcə zorakılıqdır. Biz əzilənlər özümüzü insan hesab edə bilərik. Amma yuxarı siniflər üçün biz sadəcə xidmətçiyik. Bizim kasıblığımız onların gözündə sadəcə qəzabı qədərdir. Onlar düşünürlər ki, taleyi nəzdiyi adama biz niyə kömək etməliyik ki? Kasıb insan üçün nizam-intizam sadəcə buxovdur, zəncirdir. Əgər Allah belə mühakimədə hər kəsin öz həddindən danışırsa, yer üzündəki sistemlər də bizi hər şeydən eyni dərəcədə boş buraxmalıdır. İmkanımıza görə bizim qaydalarımız olmalıdır. Bizim bir çox şeylərdən boş buraxılmağımız sədəqə yox, sistemin əslində məcburiyyətidir. Amma belə etmirlər ki, varlılarla biz heç vaxt eyni müstəvidə mühakimə olunmamalıyıq. Çünki biz onlara nisbətdə ehtiyat oyunçular skamyasından baxırıq. Onlar əvvəldən meydana çıxıblar, oynayırlar, yorulurlar, özlərini sübut edirlər. Bəs biz həyatı boyu əlləşib vuruşub, özümüzə gün ağlayıb bir şərait qurmağa çalışırıq. Və ömrümüzün sonuna bir neçə il qalmış, beli bükülmüş vəziyyətdə 3-5 gün xoş gün görər-görməz də ölürük. İndi bizi Allahın o meydandakılarla bir tutub mühakimə etməsi nə dərəcədə ağlabatandır. Axı biz meydanı heç görmədik, topu heç ayağımız belə dəymədi. Kasıb üçün qaydalar və hökmlər hakimin ehtiyat oyunculara qaydaları pozmayın deməsi kimi absurddur. Anlayın, biz oynamırıq. Amma hər şeydə oynayanlarla bərabər mühakimə olunuruq. Ən azından bu dünyada. Biz bu oyunda sadəcə icazəliyik. Biz sadəcə kənardan baxmağa və xidmət etməyə icazə verilir. Yaşamağa yox.